Ülbey, necəsiz? Yaxşı, möhtəşəm. Xoş gəlmisiniz. Çox sağ olun. Balıq tutmaqdan aranız dediniz, yaxşıdır. Bəli, əla. Gəlin sizinlə balıq tutmağa gedəcək nümayəndə seçək. Aha, gözəl. Kiminlə gedərsiniz? Natali Portman yoxsa Türkəl Cəfərli? Natali Portman görəndə Türkəl Cəfərli tərəfə ümumiyyətlə baxmaq olmaz mənizə. Natali Portman. Natali Portman yoxsa Jessica Alba? Natali Portman. Natali Portman yoxsa Leticia Casta? Natali Portman. Natali Portman yoxsa Brad Pitt? Brad Pittlə biraz dərdləşmək olardı. Brad Pitt. Brad Pitt yoxsa Elçin Məmmədli? Elçin Məmmədli hər gün görürəm deyə, məncə Brad Pitt. Brad Pitt yoxsa Johnny Depp? Johnny Depp. Johnny Depp yoxsa Adriana Lima? Johnny Depp. Johnny Depp yoxsa Halit Ergənc? Halit Ergənc. Çünki türk dilini daha yaxşı başa düşürəm. Halit Ergənc yoxsa Scarlett Johansson? Halit Ergənc. Halit Ergənc yoxsa Abbas Qəhrəmanov? Abbas müəllimi çox istəyirəm, babam oynayır. Amma Halit Ergənc. Halit Ergənc yoxsa Sənan Əlləz? Sənanı da bu son dönəmlərdə hər gün görürəm, ona görə Halit Ergənc. Halit Ergənc yoxsa Emil Quliyev? Halit Ergənc mənim Türkiyədə demək olar ideallarımdan biridir aktyor kimi. Amma Emil Quliyevi onun ayağına heç vaxt vermərəm. Emil Quliyev. Balıq tutmağa Emil Quliyevlə yola salırıq sizi.